Allah'tan kömək istəyin, Allah nəsib eləsin sizə, başqaları üçün faydalı olasınız, cəmaata xidmətçi olasınız. Fəqirlərə yardım göstərəsən, yetim uşaqlara yardım göstərəsən, imkanlı olan müminin siyahısı olsun, hər ayda geçsin, baş çəksin, kömək eləsin. Əqidəsindən, imanından asılı olmayaraq. Hətta imansıza da, kafiri də İbrahim Peyğəmbər evində qonaq eləyir. Bismillah demədiyinə görə deyir, dur ged, Allah acıqlanır ki, sən niyə mənim bəndəmi qovdun? Ne olsun o kafirdir? Sənə qonaq gəlib, onun qabağına çörək qoy. Onun ehtiyaclarını ödə. Təşəkkür gözləməsin, minnətdarlıq gözləməsin. Birdən mənim qədrimi bilməzlər, heç bilməsinlər. Birdən mənə çox sağ ol deməzlər, heç deməsinlər. Bəzən də mən yaxşılıq eləyəcəm, hələ məni pis də adlandıracaqlar, qoy adlandırsınlar. Ləzzəti bundadır. Xoşluğu, gözəlliyi bundadır. İnsan Allah üçün bu işi görər. Bir insana yaxşılıq eləyirsən, əvəzində nankörlük görürsən, o özü cavab verəcək, şübhəsiz, o pis insandır. Amma sən bundan sevindin, bax burada mənim ixlasımı yoxlayır Allah. Görürsən, sənə təşəkkür eləməyiblər, sənə əksinə yaxşılığa pisliklə cavab verir, görürsən, sən yaxşılığı niyə eləmişdin? Bu Allahın bir müsbət işarəsidir insana. Sənin ixlasın orada imtihana çəkilir.